Herkese salam. Bugün mən bir dənə sual cavab verəcəm. Ən çox verilən suallardan biri də odur ki, hieroqlifləri necə yadımızda saxlayaq? Hieroqlifləri yadda saxlamağın əsas metodlarından biri yazmaqdır. Yazmaq lazımdır ki, həm əl öyrəşsin onlara, həm də ki, gözümüz görsün yazdıqca. Amma bu ilkin mərhələlərdə çox effekt verən bir metoddur. Sonraki mərhələlərdə hieroqliflər çoxaldıqca artıq yazanda da hamısı bir-birinə oxşuyur. Yəni belə deyim də, artıq o yuxarı səviyyələrdə sətir-sətir yazmaq, sünxət məntiqindən məncə çıxmaq lazımdır. Yoxsa kör-körünə yazmağa dönüşür bu. Yəni yazdır tələbə, amma görürsən ki, yəni sual verəndə, yazdıranda, imla eləyəndə, yoxsa test verəndə görürsən ki, tələbənin heç nə yadında deyil. Mən bu yuxarı səviyyələrdən, ən çox da yuxarı səviyyə dediyim ECSK 3 və üzəridir. Çünki ECSK 3-də bilirik ki, 600 hieroqlifdir. Onun üzərində artıq 1200, 2500, 5000 hieroqlifdir. 5000 sözdür. Yəni hieroqlif sayı zaten ondan da çoxdur. Çünki bəzi sözlərdə 2 dənə hieroqlif olur. Bu mərhələdə mən nə edirəm və nəyi tövsiyə edirəm? Kart metodu. Yəni biz imtahana xüsusən hazırlaşdığımız ərəfədə durmalıyıq hər gün səhər və yaxud həftə 3 gün, eləsə 3 gün bütün hieroqliflərin keçməliyik üzərindən. Buna görə sətir-sətir yazmaq artıq vaxtımızı almış olacaq. Biz kart metoduna keçsək daha yaxşı olar. Bu kartlar ola bilər sizin özünüzün hazırladığı kartlar və yaxud da ola bilər hazır kartlar. Bu hazır kartları necə? Mən bir neçədən kart, özüm birinci yazdım. Bir müddət Azərbaycanda belə şeylər yox idi o. Təxmini danışıram. 2020-də korona olanda da hələ belə kart məsələsi çox yox idi. Belə məhsullar çox deyildi də. Son dövrlər başladı bu onlayn Çin məhsullarının bura rahatlıqla gəlməsi. O vaxta qədər mən nə edirdim? Kartları kəsirdim, karton kağızlar və yaxud da necə, məndə var onlar, onları hazırda yanıma qoymamışam. Kartonlar kəsirsiniz özünüz, heç bir kömək almadan özünüz üzərinə də sözləri yazırsınız. Zaten söz siyahısı var və o söz siyahısından özümüz rahat yaza bilərik. Tövsiyə edirəm ki, yəni kağız birinci tərəfində, üst tərəfində yazasınız hieroqlifi, arxasında pinini və mənasına ehtiyac varsa. Əgər ehtiyac yoxsa mən onu ümumiyyətlə yazmayın. Yəni siz pininə baxanda sözü yadınıza düşürsə ehtiyac yoxdur yazmağa. Hazır kartlar. Temuda doludur bu kartlardan. Hazır kartlar, yəni ingiliscə. İngiliscə kartlar çoxdur. Bir neçəsini də göstərmək istəyirəm. Baxın, bu növü. Görürsünüz şəkillə. Altda da nümunə də var. Hieroqlif böyük şəkildədir. Şəkilli formasında verir mənanı. Desən İngiliscə heç yazılmayıb bunda. Bunda İngiliscə heç yazılmayıb. Və mənanı oradan təxminən hieroqlif böyükdür deyə gözümüzə çarpır və yadımızda qalır. Bunlar belə formatda da deyəsən, məndə bilmirəm neçə dənədir bundan. Səhv etmirəmsə 200-dən olmalı, 250-dən olmalı. Deyəsən ECSK 1-2 idi. Ya da ECSK deyildi uşaqlar üçün. Baxın şəkillə. Amma bu şəkillə təxmin etmək biraz çətindir. Yəni sözün mənasını bilməlisən, ayrıca yoxlamalısın. Üzərində tam deyil də, yəni bunu siz Azərbaycanca deyil. İkinci sözləri yarımçıqdır. Yəni bunları mən daha çox necə istifadə edərdim? Balaca uşaqlara Çin dilini öyrətmək üçün. Məsələn, valideynlər baxırsa videoya, uşaqlarıma necə belə kartlar çox yaxşı ola bilər hieroqlif öyrətmək üçün balaca uşaqlara. İkinci kartlar bu kartlardır. Bunlar da Temudan almışam. Baxın belədir. Burada da yenə heç bir dildə məna yoxdur. Hieroqlifi böyük şəkildə göstərir. Bu kartların xoşuma gələn tərəfi nədir? Baxın, sözləri yazanda stroklar, yəni hissələrin birinci, ikinci hansıdır üzərində tam aydın şəkildə yazılıb bunlarda. Yəni siz bunlarda praktik eləmək istəsəniz hieroqlifləri rahatlıqla götürüb praktik edə bilərsiniz. Amma ingilis dilini bilmirsinizsə, ki ingiliscə zaten mənim üzərində də yoxdur, şəkillərdir. Görürsünüz, belə şəkillərdir. Yenə də bunlar daha çox uşaqlara əl verir. Və bunların ikisində də ECSK ardıcılığı gözlənilməyib. Amma kartlar çox qəşəng kartlardır. Görürsünüz, yekə, maraqlı, rəngli, şəkilli. Görürsünüz. Bir də son dövrlərdə, doğruda dedim, son günlərdə Azərbaycanlı bir istehsalçı mənə əlaqə saxladı və öz kartlarını mənə verdi. O kartları da göstərmək istəyirəm. Bəhruz bəydə əlaqə nömrəsini istərsəniz soruşa bilərsiniz, kommentdə verərəm. Kommentdə olmasa şəxsi Instagramda da yaza bilərsiniz, mən sizə verərəm. O kartları göstərmək istəyirəm.
Kartlar eyni mənim dediyim qaydadadır. Yəni burada hieroqlifdir, arxasını çeviririk. Görürsünüz məna və deyiliş. Bu kartların üstünlükləri və mənfi cəhətləri bəs nədir? Bunlarda gözəl şəkil yoxdur. Yəni uşaqlara əl vermir buna. Bu uşaqlara maraqlı gəlməyəcək bu kartlar. Balaca uşaqlar üçün yəqin ki, nəzərdə tutulmayıb zaten. Amma bu kartlarda HSK yaradıcılığı gözlənir. Yəni böyüklər, baxın bu kartlara rahatlıqla müraciət edə bilər və məsələn mən bugün götürürəm buradan bir 20'sini əlimə, deyirəm ki, mən bunları öyrənəcəm. Mənə heç lazım deyil, düzdürmü? Arxasında məna çünki var. Bunları görürsünüz, mənə biraz biz gərək nəsə götürək əlimizə. Bir telefon, plekonuza da açaq, baxaq mənasına da, düzdürmü? Bunlarda da şey heç yoxdur. Azərbaycanca, desən Rusça da eləyir. Səhv etmirəmsə, Rusça da eləyir, desən İngiliscə də eləyir, bilmirəm. Amma Rusça əminəm ki, edir. Azərbaycanca və Rusça eləyir. Yəni sən bunu götürdün əli və rahat cibə qoydun, getdin dərsə, universitetə. Universitetdə rahatlıqla öyrənə biləcəyin sözlərdir, hə. Və istəsən təkrarlamaq, təzədən təkrarlaya biləcəyin formatdadır, böyükdür. Yadda qalacaq şəkildə. Amma bu uşaqlar üçün uyğun deyil. Çünki uşaqlar belə sıxıcı vərəqlə bununla öyrənsə deyirlər. Valideynlərin məncə və kifayət qədər çoxdur. Baxın, bir neçə belə qutu formatında mənə verilmişdi. Və içərisi də doludur. 1200 sözün hamısı var. Və bir dənə şey bu kartlarda xoşuma nə gəldi? Bir müəllim olaraq mənə çox rahatlıq yaradır. Bu belə bir şey verib, kitab verib üzərində. Və kitabın içərisində sözlər ardıcılıqla göstərilir, görürsünüz. Və maraqlısı oldu ki, bu sözün yanında məsələn 662, yoxsa səhv oxudum, 622. 622 yazılıb, görürsünüz. Kartdadan altda rəqəmi verir. Yəni sən əgər ardıcılıqla öyrənmək istəyirsənsə, tutuzdura bilmədim bunu da kameraya, nəysə, ardıcılıqla öyrənmək istəyirsənsə, kartlar eyni bunun ardıcılığına gedir. Bu nədir bəs? Bu nə fayldır? Yəqin ki, Çin dil öyrənənlərin hamısının əlinə çatmış bir fayl var ki, 1200-dən söz, HSK 1-dən 4-də daxil olmaqla fayl yəqin ki, 5-6 da var, amma məncə Azərbaycanca yoxdur. Bu fayl hamımızın əlinə gəlib keçib. Amma bax, bunun ondan fərqi nədir? Bu kitabın ondan fərqi orasındadır ki, hieroqlifləri görmək olur. Görürsünüz, hieroqliflər necə böyükdür. Bu faylda hieroqliflər balacadır. Yəni, onları yəni zoomlayasan, ya faylı açıb zoomlayasan, ya haradasa baxsan, o faylda başa düşmək olur. Amma bunda başa düşmək olur. Bunun üstünlüyü orasındadır ki, baxın, ən çətin hieroqlifi açıram. Şulyan, görürsünüz. Hieroqlif böyük hieroqlifdir və xət içində çoxdur da. Amma bu kitabda onu tam aydan başa düşmək olur. Yəni sən məsələn, əgər qabağına məqsəd qoyur ki, tələbə mən 1-dən 20-yə qədər bugün öyrənəcəm. Burada 1-dən 20-yə qədər götürür. Burada həmin kartları altdan ardıcıllıqla görürsünüz. Tutuzdurum ki, rəqəm görünmür yaxşı. Altdan bu rəqəmi götürür. Başa düşdü. Yəni mən bunu dərslik götürə bilərəm, istinad edə bilərəm üzərinə. Burayla da öyrənə bilərəm. Yəni bu kartlar kimə əl verir? Ona o adam əl verir ki, onlar HSK-yə hazırlaşarlar. Yaşı yəqin ki, biraz böyük olmalıdır. 15-16 məncə üzəri daha balaca tələbələr həmişə daha maraqlı şeylər axtarırlar öyrənməyə. Belə. Kart metodu uğurlu metoddur, effektiv metoddur və yadda saxlayan metoddur. Yadda hieroqlifi qazıyan metoddur və hieroqlif ümumiyyətlə öyrənməyə girən bir tələbə başa düşməlidir ki, mən bunu bir dəfə öyrəndim, tulluyum, olmamalıdır. Hieroqlif öyrəniriksə, biz bəlkə 50 dəfə, 70 dəfə, 80, 100 dəfə, 1000 dəfə təkrar eləməyə hazır olmalıyıq. Təkrar eləmədiyimiz halda o sabah yadımızdan çıxacaq bir şeydir də. Yəni biz çünki onu gündəlik həyatımızda görmürük. Azərbaycanda heç nə hieroqliflə yazılmayıb. Yəni siz bunu nəzərinizdə saxlayın da. Çinlər o hieroqlifləri hər gün hər yerdə görür. Məsələn, metroya minir. Siz yazırsınız, yazılıb orada, Həzə Aslanov düzdür. O da orada onu Çinci görür, hieroqliflə görür. Ona görə onun üçün hieroqlif hasant yadda qalır. Amma bizim üçün elə deyil. Bizim üçün biz onları hər gün yadımızda. Məncə mən özüm də 3 ay hieroqlifə baxmasam, demərəm hamısı, amma bir qism hieroqlif yadımdan çıxar da. Yəni ona görə hieroqlifləri təkrarlamaq lazım. Təkrar eləmək üçün də mən düşünürəm ki, bir dənə, 2 dənə yox, əməlli qoyuruq qabağımızda hər gün birincisindən, məsələn 50-dən, 60-dan, 70-dən belə hazır təkrarlayırıq, əgər HSK-yə hazırlaşırıqsa. Ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Əgər mənə sualınız olarsa, Instagramda, YouTube'da, harada istəyirsinizsə suallarınızı verə bilərsiniz. Bu istehsalçı Bəhruz Beynəlxalqa saxlamaq istəsəniz də mənə yaza bilərsiniz. Ümid edirəm ki, faydalı oldu. Növbəti videolarımızda görüşək.